Bir din alimi danışırdı, deyir, mən Kanadadaydım, orada müsəlman gənclər toplaşmışdı. Biri deyir, mənə dedi ki, mən də bilmirəm, bunu mütəxəssislər, mənim sahəm deyil bu. Mən sadəcə nəql edirəm. Yenə də mütəxəssislər fikrini bildirə bilər. Deyir ki, gəldi bir cavan oğlan idi, dedi ki, mal əti donuz ətindən daha ziyanlıdır. Mal əti ümumiyyətlə yeməyə yararlı deyil. Çox ziyanları var, xəstəliklərin çoxuna səbəb olur, amma donuz o qədər də ziyan deyil. Dininiz niyə donuzu haram bilib, mal ətini isə halal? Deyir, mən dedim ki, sənə kim deyib ki, din onun ziyanına görə deyib haram, bunun xeyrinə görə deyib halal. Bunu deyən olub, belə bir şey. Deyir, bəs niyə? Deyir, hədislərimiz belə deyir ki, bəzi genetik xüsusiyyətlər ötürür insana yediyi ət və deyir, donuz əti yemin ki, qeyrətsiz olmayasınız. Belə bir söz deyir din. Məsələn, deyir, qoyun əti yiyəndə mehriban olur insan. Bunu din deyir. Qoyunlar mehriban daxı. Onlardan o mehribançılıq xüsusiyyətini əxs edir. Deyir, mən bunu deyəndə bir qadın durdu, qışqırdı, deyir. Mən dedim, görəsən, ay Allah, mən nə elədim, bunu niyə əsəbləşdi? Sonra görüm, yox, heyrətlənir. Deyir, mən bu sahə ilə məşğulam. Otların, bitkilərin belə insanın genetikasına, insanın xüsusiyyətlərinə təsiri var. Olduqca dəqiq vurğuladınız siz. Ki, mən bilməzdim din bu sözü demiş olsun. Yenə də deyirəm, amma bilmirəm mən bu söz nə qədər doğrudur. Çünki mənim sahəm deyil bu. Amma hər halda sözdür. Dərhal deyəsən, donuz ətində filan xeyir var, mal ətində filan ziyan var. Mal əti ziyandır, ağlın kəsmir, yemə. Ağıl bunun üçün verilib adama. Nə olsun ki, halaldır. Amma bəzi şeylər var, daha dərin ağıl lazım olur. Allah bir kəlmə deyib, bunu yemə, sonra biləcəksən niyə. 21-ci əsr olur, 20-ci əsr olur, 18-ci əsr olur, deyirlər, hə, buna görəymiş. Amma tələskən dünən məsxərə elirdi dini hökmü. Ağıllı sayıraq özünü. Buna baxaya gör nə deyib filan. Zaman keçir, görürsən ki, sən demə çox ağıllı söz demiş. Sənin ağlın kəsmir, bilmədiyin şeyi məsxərə edirsən, ələ salırsan.